Hər birinizi salamlayıram. Bilirsiniz, gündəlik maliyyə həyatımıza toxunan, amma adı çox vaxt bir növ sir pərdəsi arxasında qalan bir qurum var. Söhbət Mərkəzi Bankdan gedir. Bax, bugün məqsədimiz o sir pərdəsini aralamaq və iqtisadiyyatın bu döyünən ürəyinin əslində necə işlədiyini birlikdə anlamaqdır. Yaxşı, gəlin dərhal məsələnin özünə keçək. Bir anlıq iqtisadiyyatı qan dövranı sistemi olan canlı bir orqanizm kimi düşünün. Bəs bu sistemin həyat damarı olan pulun axınını tənzimləyən nədir? Əlbəttə ki, ürək. Məhz Mərkəzi Bank iqtisadiyyatın ürəyi rolunu oynayır. Lazım olanda sistemə daha çox qan, yəni pul vurur ki, fəaliyyət artsın, bəzənsə axını biraz yavaşladır ki, sistem həddindən artıq qızmasın. Formal tərifinə baxsaq, Mərkəzi Bank bildiyimiz digər banklardan əslində köklü şəkildə fərqlənir. Yəni, onun əsas məqsədi mənfəət əldə etmək deyil. Onun məqsədi ictimai maraqlara, yəni bütün ölkənin maliyyə sağlamlığına xidmət etməkdir. Başqa sözlə, o öz cibi üçün yox, hamımız üçün çalışır. Yaxşı, bəs bu iqtisadi ürək sistemi sağlam saxlamaq üçün konkret olaraq hansı işləri görür? Gəlin indi onun 4 əsas funksiyasına, başqa sözlə, ürəyin o 4 kamerasına birlikdə nəzər salaq. Deməli, bu 4 əsas funksiya onun bütün fəaliyyətinin təməlidir. O, pulu dövriyyəyə buraxan yeganə qurumdur, digər banklar üçün bir növ bank rolunu oynayır, dövlətin maliyyə işlərini görür və bütövlükdə sistemin təhlükəsizliyinə, sabitliyinə nəzarət edir. Gəlin indi bunların hər birini biraz daha dərindən araşdıraq. Bankların bankı olmaq nə deməkdir? Baxın, bunun ən kritik cəhətlərindən biri məhz budur. Gəlin belə bir vəziyyət təsəvvür edək. Tamamilə sağlam, normal işləyən bir kommersiya bankı qəflətən müvəqqəti bir pul sıxıntısı yaşayır və heç kim ona borc vermək istəmir. Bax, bu anda Mərkəzi Bank son ümid qapısı kimi dövriyyəyə girir və həmin banka kredit verir. Bunun əhəmiyyəti nədir? Bu addım bircə bankın probleminin bütün sistemə yayılmasının, o məşhur domino effektinin qarşısını alır. Bu, həqiqətən də çox vacib bir funksiyadır. Eyni zamanda Mərkəzi Bankı hökumətin də bankıdır. Yəni dövlətin bütün gəlirləri, xərcləri onun hesabları vasitəsilə həyata keçirilir. Və ən əsası, ölkənin strateji ehtiyatları, qızıl və xarici valyuta məhz ona əmanət edilir. Bu, birbaşa milli iqtisadi təhlükəsizlik məsələsidir. İndi isə gəldik çox vacib və bəzən də olduqca mübahisəli bir mövzuya. Mərkəzi Bankın müstəqilliyi. Bu nə anlama gəlir və niyə bu qədər önəmlidir? Sadə dildə desək, müstəqillik o deməkdir ki, Mərkəzi Bank hökumətdən gələn seçkidən əvvəl vəziyyət yaxşı görünsün deyə faizləri endirin tipli təzyiqlərə boyun əyməməlidir. O, sırf iqtisadiyyat üçün uzun müddətdə ən doğru olan qərarı verməlidir. Yəni fokus qısa müddətli siyasi qazançlarda yox, ölkənin uzun müddətli iqtisadi sağlamlığındadır. Baxın, müstəqilliyin əsas səbəbi də məhz bu fərqli hədəflərdir. Siyasətçilər təbiəti etibarı ilə daha çox növbəti seçkiyə fokuslanırlar. Qısa müddətli, gözə görünən nəticələr əldə etmək üçün iqtisadiyyatı süni şəkildə canlandırmağa çalışa bilərlər. Amma bunun uzun müddətli nəticəsi adətən yüksək inflasiya kimi çox ağrılı olur. Müstəqil Mərkəzi Bank məhz bu zaman uyğunsuzluğu probleminə qarşı bir növ sipər rolunu oynayır. Əlbəttə, müstəqillik heç kimə hesabat verməmək demək deyil. Bu tarazlıq bir neçə mexanizmlə qorunur. Məsələn, Mərkəzi Bank rəhbərlərinin siyasi dövrlərlə üst-üstə düşməyən, uzun müddətə təyin olunması onlara daha cəsarətli, siyasi təzyiqlərdən uzaq qərarlar verməyə imkan yaradır. Amma eyni zamanda onlar parlament qarşısında mütəmadi olaraq hesabat verirlər ki, məsuliyyət də təmin olunsun. Yaxşı, bəs Mərkəzi Bank bu iqtisadi ritmi necə idarə edir? Onun iqtisadiyyata təsir göstərmək üçün əlində hansı alətlər var? Gəlin indi bu alət dəstinə bir-bir baxaq. Bu alətlər arasında ən çox istifadə olunanı və ən çelik olanı açıq bazar əməliyyatlarıdır, qısaca ABE. İlk baxışda adı biraz mürəkkəb səslənə bilər, amma mahiyyəti əslində çox sadədir. Mərkəzi Bank kommersiya banklarından dövlət istiqrazlarını, yəni dövlətin bir növ borc kağızlarını ya alır, ya da onlara satır. Amma bu sadə alqı-satqının bütün iqtisadiyyata təsiri inanın ki, çox böyükdür. Gəlin baxaq. İqtisadiyyat zəifləyəndə Mərkəzi Bank nə edir? Gedir bazara və banklardan istiqrazları alır. Bununla da əslində bankların hesabına pul köçürmüş olur. Banklarda pul çoxalanda nə baş verir? Onlar daha ucuz faizlə kredit verməyə başlayırlar. Nəticədə isə həm insanlar, həm də şirkətlər daha çox borc götürüb xərcləyir və beləliklə iqtisadiyyat yenidən canlanır.
Bəs inflasiya, yəni qiymətlər sürətlə artanda, onda bunun tam əksi edilir. Bu dəfə Mərkəzi Bank banklara istiqrazlar satır və onların pulunu sistemdən, dövriyyədən geri çəkir. Banklarda pul azalanda kreditlər avtomatik olaraq bahalaşır. İnsanlar daha az borc alıb, daha az xərcləyir və nəticədə qiymət artımı yavaşlayır. Bu, iqtisadiyyatın həddindən artıq qızmasının qarşısını almaq üçün çox effektiv bir yoldur. Gəldik ikinci alətə, zəruri ehtiyat norması. Bu, əslində Mərkəzi Bankın kommersiya banklarına dediyi bir şeydir. Topladığınız hər 100 manat əmanətin, məsələn, 1 manatını gətirib məndə saxlamalısan və o pula toxunmaq olmaz. Fikir verin, bu, bankların nə qədər kredit verə biləcəyinə birbaşa təsir edən çox güclü bir alətdir. Amma elə məhz bu gücünə görə ondan nadir hallarda istifadə olunur. Çünki bu normanı biraz dəyişmək bütün bank sistemi üçün ani bir şok yarada bilər. Yaxşı bir bənzətmə var. Açıq bazar əməliyyatları cərrah bıçağıdırsa, zəruri ehtiyat norması sanki ağır bir çəkicidir. Gəlin real həyatdan bir nümunəyə baxaq. Məsələn, hazırda ABŞ-də federal ehtiyat sistemi bu normanı 0% səviyyəsində saxlayır. Azərbaycanda isə bu rəqəm cəmi yarım faizdir. Bu rəqəmlər bizə nəyi göstərir? Onu göstərir ki, müasir dövrdə mərkəzi banklar iqtisadiyyatı tənzimləmək üçün daha çox bayaq danışdığımız o çevik açıq bazar əməliyyatlarına üstünlük verirlər. Və nəhayət, üçüncü və bəlkə də adını ən çox eşitdiyimiz alət uçot dərəcəsi. Bəzən buna siyasət faizi də deyilir. Bu, çox sadə dillə desək, Mərkəzi Bankın özünün kommersiya banklarına borc verərkən tətbiq etdiyi faizdir. Və bu faiz, ölkədəki bütün digər faiz dərəcələri üçün əsas istinad nöqtəsi, bir növ mayak rolunu oynayır. Amma bu alətin əsl gücü onun birbaşa təsirindən daha çox verdiyi siqnaldadır. Mərkəzi Bank uçot dərəcəsini artıranda və ya azaldanda, o bütün maliyyə bazarına, banklara, investorlara, şirkətlərə, yəni hamıya aydın bir mesaj verir. Biz pulu bahalaşdırırıq və ya ucuzlaşdırırıq. Bax, bu anons özü bütün digər faiz dərəcələrinə domino effekti ilə təsir göstərir. Yekun olaraq Mərkəzi Bankın işi əslində çox həssas bir tarazlıq axtarışıdır. O, ip üzərində gəzən kəndirbaz kimidir. Bir tərəfdən iqtisadi artımı dəstəkləməli, digər tərəfdən isə inflasiyanın cilovuna əldən buraxmamalıdır və bu heç də asan bir iş deyil. Düşünürəm ki, bu sitat hər şeyi mükəmməl şəkildə ümumiləşdirir. O, sadəcə pul çap edən bir idarə deyil. O, bütün iqtisadi orkestri idarə edən dirijordur, sistemin keşikçisidir və ən çətin anlarda hamının üst tutduğu o son ümid qapısıdır. Və sonda sizi düşünməyə vadar edəcək bir sual, iqtisadiyyat kimi hər kəsin həyatına birbaşa təsir edən bir sahənin idarəçiliyini xalq tərəfindən seçilməyən texnokratlara həvalə etmək nə dərəcədə doğrudur? Yəni, bu zəruri müstəqillik ilə demokratik nəzarət arasındakı o incə xətt tam olaraq haradan keçməlidir? Bax, bu, müasir mərkəzi bankçılığın ən fundamental və cavabı bir mənalı olmayan dilemmalarından biridir.